Yerin Günəş ətrafında hərəkətinin coğrafi nəticələri haqqında ötən dərs danışdıq. Bu gün isə yerin öz oxu ətrafında hərəkətinin coğrafi nəticələrindən biri haqqında danışacağıq. Bu, e, vaxt fərqinin yaranmasıdır. Yer kürəsi öz oxu ətrafında hərəkət etdikcə gecə və gündüz növbələşir və məntəqələr arasında iki cür vaxt fərqi yaranır. Bir yerli vaxt fərqi, bir də qurşaq vaxt fərqi. Gəlin görək yerli vaxtla qurşaq vaxt fərqi nədir? Yer kürəsi şərti olaraq 360 dərəcə meridyana bölünür. Hər bir meridyan üzərində olan vaxt onun yerli vaxtıdır. Məsələn, deyir ki, Bakı vaxtı ilə saat, məsələn, deyir 12:00-dur. Bu o deməkdir ki, Bakının yerli vaxtı qəbul edilib. Məsələn, belə deyir, Bakı şəhəri 50 şərq uzunluğunda yerləşir. Şərur şəhəri isə 45 dərəcə şərq uzunluğunda yerləşir. Bunlar arasında 5 dərəcə fərq var. Biz vahid olaraq məsələn saata baxanda Bakıda saat 12:00 olanda telefona baxırıq məsələn, yenə də Şərurda da 12:00 göstərir. Bu qurşaq vaxtıdır. Amma yerli vaxt biraz fərqlidir. Məsələn, bunu daha çox namaz qılanlar bilər, oruç tutanlar bilər ki, o yerli vaxt fərqi orada özünü göstərir. Və hər bir meridian üzərində olan vaxt dedi, onun yerli vaxtı hesab edilir. Yer kürəsi öz oxu ətrafında tam çevrəni 23 saat 56 dəqiqəyə, təxminən yuvarlaq olaraq tam çevrəni 24 saata başa vurur. Və 24 saat 1 sutka deməkdir. Və buna görə yer kürəsində 24 saat qurşağı yaranır. Yer kürəsi öz oxu ətrafında tam çevrəni, yəni 360 dərəcəni 24 saata başa vurur. Elə bu səbəbdən də 24 saat qurşağı yaranır. Gəlin görək, bəs 1 saata neçə dərəcə dönər? Əgər 24 saata 360 dərəcə dönürsə, 1 saata x də bərabərdir 15 dərəcə dönmüş olur. Və buradan yadda saxlayırıq ki, və bilirik ki, əvvəlki mövzulardan da 1 saatımız 15 dərəcədir. 1 saatım 60 dəqiqədir. Əgər 60 dəqiqəm 15 dərəcədirsə, 1 dərəcə x dəqiqədir. X də bərabərdir 4 dəqiqə deyəcəyik. Yaxşı, belə bir sual verim. Yer kürəsi öz oxu ətrafında tam çevrəni 24 saata yox, 20 saata başa vursaydı, 20 saata, yer kürəsində neçə saat qurşağı formalaşardı? 18. 18. Xeyr, elə 20 saat qurşağı formalaşır. Axı dedim ki, yer kürəsi öz oxu ətrafında tam çevrəni 24 saata başa vurur və 24 saat qurşağı yaranır. Normalda belədir. Əgər 20 saata başa vursaydı, 20 saat qurşağı yaranır. 1 saatda neçə dərəcə dönərdi desə, siz onda 360-ı 20-yə bölüb 18 dərəcə deyə bilərdiniz. Yəni, yer kürəsi öz oxu ətrafında tam çevrəni 360 dərəcəni, yəni 20 saata başa vursa, yer kürəsində 20 saat qurşağı əmələ gələrdi. Dedik ki, hər bir meridian üzərində olan vaxt onun yerli vaxtıdır və 1 dərəcə 4 dəqiqədir. Qonşu meridianlar arasındakı fərq 1 dərəcə olur. Və ona görə də yerli vaxt fərqi dedikdə, qonşu meridianlar arasında olan vaxt fərqidir. Yəni, bir qonşu meridian digər meridiandan 4 dəqiqə fərqlidir. Əgər meridian şərqdədirsə irəli, qərbdədirsə geridir. Yəni, şərq irəlidə olacaq həmçinin, həmişə. Qurşaq vaxtı 24 saatdır, bu haqda danışdıq və bunların yerləşdiyi yarımkürələrə diqqət yetirəcəksiniz. Yer kürəsi öz oxu ətrafında tam çevrəni 24 saat başa vurur dedik və 24 saat qurşağı yaranır. Və bu 24 saat qurşağından yadda saxlamaq lazımdır ki, hamısı minimum 3 yarımkürədə yerləşir. Desək ki, saat qurşaqları minimum 3 yarımkürədə yerləşir, doğru deyəcəksiniz. Birinci və 11-ci saat qurşaqları 3 yarımkürədə yerləşir, yəni şərq, şimal və cənub. Bütün saat qurşaqları şimal və cənub yarımkürəsində yerləşir. 13-cü və 23-cü saat qurşaqları qərb, şimal, cənub. Amma 0 və ya 24 eyni şeydir və 12-ci saat qurşaqları 4 yarımkürədə yerləşir. Həm şərq, həm qərb,
şimal-cənub. Onsuz da bütün saat qurşaqları şimal-cənubda yerləşir. Bax, bunu yadda saxlayacaqsınız. Deməli, hər hansısa bir saat qurşağının qərbdə yerləşməsini hardan biləcəyik? Və burada müəllim yazıb. 13-23 qərbdir, 1-11 şərqdir, 0 və ya 24 və 12 həm şərq, həm də qərb yarımkürəsində yerləşir. Yadda saxlamaq lazımdır ki, bir saat qurşağı ən azı 2 okeanı kəsir. Ən azı 2 okeanı kəsir. Mütləq şəkildə bütün saat qurşaqları şimal buzlu okeanı kəsir. Su sahəsi çox olduğuna görə ondan başqa da minimum bir okeanı kəsir. Əgər Cənub okeanı qəbul etsək, deyərik ki, minimum 3 okeanı kəsir. Amma Cənub okeanı qəbul etməsək belə, minimum 2 okeanı kəsir deyə bilərik. Bütün deməli, meridianlar coğrafi qütblərdə birləşdiyi üçün Antarktida materiki və Şimal Buzlu okean bütün saat qurşaqlarında yerləşir deyə bilərik. Yadda saxlamaq lazımdır ki, müəllimlər. Bəzi ölkələr yerləşdiyi saat qurşağından istifadə etmir. Yerləşdiyi saat qurşağını tətbiq etmir. Nümunə kimi ilə Azərbaycanı göstərmək olar. Azərbaycan coğrafi olaraq 3-cü saat qurşağında yerləşsə də, 4-cü saat qurşağından istifadə edir. Biz məsələ həllərində Azərbaycanı və yaxud da Bakını 3-cü saat qurşağı qəbul edəcəyik, amma praktiki baxımdan 4-cü saat qurşağı deyəcəyik. Və bəzi ölkələr də vardır ki, ərazisi coğrafi olaraq bir neçə saat qurşağında yerləşməsinə baxmayaraq, yalnız 1 saat qurşağı tətbiq edir. Məsələn, Çin, məsələn, İran, məsələn, Hindistan, Pakistan, sonra Səudiyyə Ərəbistanı. Ərazisi çox böyükdür. Sonra Argentinanı demək olar. Yalnız 1 saat qurşağı tətbiq edir. Sonra, məsələn, London. London həm 0, həm də 1-ci saat qurşağını tətbiq edir. Çünki burada dekret vaxtından istifadə olunur. Dekret vaxtı nədir? Enerjiya qənaət məqsədi ilə havanın işıqlı vaxtından istifadə üçün saatların yay və qış vaxtı 1 saat geri irəli çəkilməsidir. Qış vaxtı 1 saat geri çəkilir. Bu, oktyabrın sonuncu bazar günü həyata keçirilir. Martın sonuncu bazar günü isə 1 saat irəli çəkilir. Yəni, irəli çəkilir deyəndə 1-ci saat qurşağına keçir, qəbul edir 1 saat irəli. London. Qış vaxtına keçəndə isə 1 saat geri, yəni 0-cı saat qurşağının vaxtına keçir. Və beləliklə, yay və qış vaxtı Bakıda fərqli olur. Məsələn, deyir ki, müqə belə bir sual düşüb, 25 yanvar tarixində, 25 yanvar ona görə deyir ki, qış vaxtıdır. Londonda saat qüllələri 16:00 göstərirsə, Bakıda saat qüllələri, yox, burada 12:00 göstərirsə, Bakıda saat qüllələri 16:00 göstərər. Bax, bu ifadəni doğru qəbul edilib, çünki London qış vaxtı 0-dan, Bakı isə yay və qış 4-cü saat qurşağından istifadə edir. Aralarında 4 saat fərq var və bu praktiki olaraq, real olaraq həqiqətən də doğrudur. Əgər yox, 22 iyun tarixi versəydi, yəni yay vaxtı versəydi, o zaman Londonu 1 götürəcəydiniz, Azərbaycan isə 4. Bu zaman orada saat 12:00 olanda Azərbaycanda saat 3 saat daha irəli olacaq. Yəni 15:00. Yaxşı. Çünki Böyük Britaniya yay və qış vaxtından istifadə edir. Ona görə də Londonla Bakı arasındakı zaman fərqi yay və qış eynidir ifadəsi səhvdir. Qışda 4 saatdır, yayda isə 3 saat zaman fərqi mövcuddur. Və yaxud da məsələn, baxın, başqa bir şey deyər. Avropanın 3 yarımkürədə yerləşən ölkələri. Fransa. Qrinviç kəsirdə, düzdürmü? Qrinviç kəssə də Fransa 1-ci və 2-ci saat qurşaqlarından istifadə edir. İspaniya 1-ci saat qurşağından istifadə edir. Əslində 0-cı saat qurşağına düşür coğrafi olaraq. Amma birdən istifadə edir. Portuqaliya Rokaburnu Portuqaliyada yerləşir və bu fikir versəz, diqqət etsəz 0-cı saat qurşağından istifadə edir. Mərakeş 0-dan istifadə edir. Əlcəzair isə 1-dən istifadə edir. Və burada da bir maraqlı bir məsələ yaranır ki,
Qrinviç xətti Mərakeşi kəsmir, amma sıfırdan istifadə edir. Əlcəzair isə Qrinviç kəssə də deməli birinci saat qurşağını tətbiq edir. Hətta fikir verin məsələyə. Birinci saat qurşağından istifadə edən Kamerun birinci saat qurşağından istifadə edir. Sonra bura Angola, sonra Konqonu deyə bilərik, Qabonu deyə bilərik. Hətta Çad birinci saat qurşağında yerləşir, istifadə edir, tətbiq edir. Amma yerləşməsi isə bunlar yetərincə şərqdə yerləşir. Dördüncü saat qurşağını qəbul edən ölkələrdən məsələn Azərbaycan, Gürcüstan, Ermənistan deyə bilərsiniz. Sonra Birləşmiş Ərəb Əmirliyi, Oman dövlətlərini göstərmək olar ki, bunlar da dördüncü saat qurşağını istifadə edir və yaxud da tətbiq edir deyə bilərsiniz. Ümumilikdə bu xəritəni baxıb təhlil eləmək lazımdır. Nə qədər bacarırsınızsa, o qədər. Hamısını əzbərləmək əlbəttə mümkün deyil, amma bacardıqca baxmaq lazımdır, çünki son zamanlar imtahanda istifadə olunur. Yay və qış vaxtına keçid edən bəzi ölkələr var ki, onlar hələ də yay və qış vaxtına keçid edir. Məsələn, Avropa ölkələrinin əksəriyyəti, İslandiyanı çıxsaq, hələ də yay və qış vaxtından istifadə edirlər. Sonra İran yay və qış vaxtından istifadə edir. Yeni Zelandiya istifadə edir. Avstraliyanın müəyyən ərazilərində istifadə olunur. Braziliyanın da həmçinin. Çilidə yay və qış vaxtından istifadə olunur. Sonra ABŞ, Kanada, Meksikada istifadə olunur. Və istifadə olunmayan ölkələr fikir versəz, məsələn, artıq istifadə etməyən ölkə. Rusiya artıq istifadə etmir. Çin artıq istifadə etmir. Hindistan artıq istifadə etmir. Azərbaycan, Türkiyə, Şimali Afrika ölkələri artıq istifadə etmir. Türk dövlətləri demək olar ki, artıq istifadə etmir. Amma heç vaxt istifadə etməyən ölkələr əsasən ekvatorial və tropik ölkələrdir. Afrika ölkələri fikir verin, ərəb ölkələri. Çünki bunlarda gecə və gündüzün uzunluğu il ərzində çox dəyişmir deyə ehtiyac olmuyor. Azərbaycanda 2016-cı ilə qədər istifadə olunurdu, tətbiq olunurdu. 2016-cı ildən sonra artıq o da ləğv edildi. Bu da bizim nəzəri cəhətdən düşən məsələlərimizdir. Hər an düşə bilər. Ona görə belə məsələlərə diqqət yetirək. Gəlin belə edək. Sonra davam edək nəzəriyyələrimizə. Səs qırılır yenə. İnternet yaxşı göstərir amma. Yaxşı, davam edək. Qeyd etdik ki, 1 saat qurşağı ən azı 3 okeanı kəsir. Şimal Buzlu okean, Cənubi okean və digər hər hansısa bir okeanı kəsir mütləq. 1 saat qurşağı ən azı bir materiki kəsir. Onu da qeyd etmək lazımdır ki, elə bir saat qurşağı mövcud deyil ki, ancaq su səthindən keçsin. Çünki Antarktida materikində bütün saat qurşaqları yerləşir deyə. İstənilən bir saat qurşağı ən azı bir materiki kəsir deyə bilərik. Sonra Cənub okeanı, Şimal Buzlu okeanı və Antarktida materiklərini kəsir. Bir də qeyd etmək olar ki, bir də onu qeyd edə bilərik ki, müəllimlər. Yəqin ki, indi düzələcək. Bir də onu qeyd edə bilərik ki, iqlim təsnifatına əsasən belə bir şey düşə bilər ki, bütün saat qurşaqları 13 iqlimdə yerləşir. Bu ifadə də yanlışdır. Çünki ekvatorial tam zolaq əmələ gətirmir, tropik tam zolaq əmələ gətirmir. O səbəbdən də deməli 1 saat qurşağı 13 iqlim qurşağında yerləşməz. Hər hansısa 1 saat qurşağı ola bilər, amma hamısı yerləşmir. Məsələn, elə ola bilər ki, məsələn, Afrikada keçən 1 saat qurşağı desək, məsələn, 0-cı saat qurşağı bütün iqlimlərdə yerləşir. Məsələn, deyirəm, 1-ci, 0-cı ola bilər. Çünki həm ekvatorial, həm şimal tropik, həm də cənub tropik xəttini kəsə bilirlər. Bu riyazi hissələrini bilirsiniz, amma ümumilikdə bir daha bir yerdə təkrar edək ki, verilmiş nöqtə əgər şər uzunluğunda yerləşirsə,
Bu zaman biz sadəcə olaraq 15-ə bölürük. Məsələn, burada nümunə kimi göstərək. 77 şərq uzunluğu hansı saat qurşağında yerləşirdiyini tapmaq üçün 77-ni 15-ə bölürsüz, 5 alınır. Qalıq əgər 7,5-dən böyükdürsə, bu zaman üzərinə 1 gəlirsiniz. Yox, əgər 7,5-dən kiçikdirsə, olduğu kimi qalır. Məsələn, 88 şərq uzunluğu hansı saat qurşağında yerləşir? 88-i böldünüz 15-ə, 5 düşdü. Qalıq isə 8. Qalıq 7,5-dən böyük olduğu üçün üzərinə 1 gəlirsiniz. 6-cı saat qurşağı edir. Qərb yarımkürəsində olursa, o zaman alınan cavabı 24-dən çıxacaqsınız. Nümunə kimi baxaq, 45 qərb uzunluğu neçənci saat qurşağında yerləşir? 45-i bölünsün 15-ə 3, qərb uzunluğu olduğuna görə 24-dən çıxacaqsınız. Və 21-ci saat qurşağı edəcək. Və yaxud da 56 qərb uzunluğu hansı saat qurşağında yerləşir? 56-nı bölünsün 15-ə 3, qalıq 11. Qalıq 7,5-dən böyük olduğu üçün üzərinə 1 gəldiniz. Elədir 4. 24-dən 4 çıxanda 20-ci saat qurşağı olacaq. Orta meridianları tapanda bilirsiniz ki, saat qurşağını 15-ə vurmaq lazımdır. Kənar meridianlarını tapanda öncə 15-ə vurub orta meridianı tapırıq və aldığımız orta meridianın üzərinə bir dəfə 7,5 gəlib. Gəlirik, bir dəfə isə 7,5 çıxaraq biz kənar sərhədlərini tapmış oluruq. Və yadda saxlayın ki, ilk dəfə dekret vaxtından istifadə edən ölkə Böyük Britaniya olmuşdu. Amma bundan sonra demək olar ki, digər ölkələr də istifadə edib, amma ekvatorial və tropik ölkələrin çoxu heç zaman istifadə etməmişdilər, çünki gecə və gündüzün uzunluğu burada çox dəyişmir. Və bir də onu yadda saxlayın ki, saat qurşaqları qərbdən şərqə doğru həmişə artır. Qərbdən şərqə doğru həmişə artır. Gəlin indi bir neçə sual nümunəsinə baxaq və məsələn burada bir sual nümunəsi yazın. Məsələn deyir ki, yerin öz xəyali yer kürəsi yaxşı. Yer kürəsi öz xəyali oxu ətrafında tam dövrəni 20 saata başa 18 saata başa vursaydı yer kürəsində neçə saat qurşağı yaranardı? Bakı şəhəri neçənci saat qurşaqları sərhədində yerləşərdi və Bakı şəhəri üzrə yerin xəyali oxu ətrafında fırlanma sürəti nə qədər olardı? Belə bir sual işarəsi qoyduq. Aha, gəlin baxaq. Bunlar təbii ki, mən sizə bir-bir izah edəcəyim. Yerin xəyali oxu ətrafında normalda fırlanma sürəti, yəni tam dövrəni 24 saata başa vurur. 360-ı bölürük 24-ə, eləyir 1 saatda 15 dərəcə dönür. Və Bakı şəhərini tapanda 50-ni bölürsünüz 15-ə. Amma indi deyir ki, bu belə deyil. 360 dərəcəni 24 saata yox, 18 saata başa vurur. Əlbəttə ki, 1 saata 20 dərəcə dönmüş olur. O zaman 50-ni bölürsünüz 20-yə, eləyir 2,5. Yəni, ikinci və üçüncü saat qurşaqlarının sərhəddini. Yer kürəsində neçə saat qurşağı yaranardı deyirsə, əlbəttə ki, deməli, 18 saat qurşağı yaranacaq. Neçə saat qurşağı yaranar? 18 saat qurşağı yaranır. Və Bakı şəhərində yerin öz xəttindən fırlanma sürəti nə qədər olur? Fırlanma sürətini tapanda 1 dərəcəlik qövsün uzunluğunu vururuq yer kürəsinin 1 saatda dönmə müddətinə.
Və burada da öyrəndik ki, 1 saatda yer kürəsi 20 dərəcə dönür. 85,4-ü vururuz 20-yə, eləyir 1708 kilometr bölünsün saat. İndi baxaq görək. Cavablarımız yazanlar doğru yazılmı? 18 saat qurşağı yaranıb yazırlar, düzdür. İkinci bütün saat qurşaqlar yazıblar, düzdür. Sürət də 1708 kilometr, düzdür. Doğru yazan müəllimlərimiz vardır. Bunu yazandan sonra gəlin bizim test toplumumuzun e, test toplumumuza əlavə olunan yeni sual nümunələrinə baxaq. Birinci siz baxın, sonra mən izah edirəm sizə. 78-ci sual. Deyir, 12-ci saat qurşağı ABŞ ərazisindən keçir. Birinci ifadə doğru ifadədir. Düzdür. 12-ci saat qurşağının orta meridianı, yəni 180 dərəcə ABŞ-ı kəsməsə də, amma 12-ci saat qurşağı dedikdə onun şərq və qərb sərhədləri mövcuddur da. Məsələn, 7,5, 72,5 qərb uzunluğuna qədər gəlir. Ona görə də Aliyet adalarını bax bura kəsir. Ona görə bu doğrudur. 5-ci və 6-cı saat qurşaqlarının orta meridianları yalnız bir okeandan keçir. Heç bir saat qurşağının orta meridianı yalnız bir okeandan keçmir. Dedim ki, Cənub okeanında nəzərə alsaq, ən azı 3 okeandan keçir. Yerin xəyali ox ətrafında fırlanma sürəti 1 saatda 20 dərəcə olarsa, Bakı 2-ci və 3-cü saat qurşaqlarının sərhəddinə düşər. Biz bayaq bunu yoxladıq, dedik ki, həqiqətən də düzgündür. 1 saatda 20 dərəcə dönsə, 50-ni bölərsiniz 20-yə, eləyər 2,5. Yəni, 2 ilə 3-ün sərhəddinə düşər. Bu ifadə doğrudur, lakin qarşısına yanlış yazılmışdır. Ona görə götürməyəcək. Bakı şəhərinin yerli vaxtı ilə qurşaq vaxtı arasında fərq 24 dəqiqədir. Əlbəttə ki, bu yanlışdır. Bakı şəhəri 50 dərəcə şərq uzunluğudur. 3-cü saat qurşağının orta meridianı 45-dir. Bunlar arasında cəmi 5 dərəcə fərq var. 5-i vururuq 4-ə, 20 dəqiqə vaxt fərqi olur. 24 yox. Yanlışa yanlış verib deyə uyğundur. Bütün saat qurşaqları 4 yarımkürədə yerləşir ifadəsi yanlışdır. Qeyd etmişik ki, yalnız 2 saat qurşağı 0 və 12-ci saat qurşaqları 4 yarımkürədə yerləşir. Yanlışa yanlış verib deyə uyğundur. Hind okeanını kəsən hər hansısa bir meridian Sakit okeanı kəsə bilməz. Bu ifadə yanlışdır. 120 şərq uzunluğu həm Hind okeanından, həm də Sakit okeandan keçir. Ona görə bu doğru deyil. 1, 4, 5 sualımızın doğru variantıdır. Buradan qaranlıq qalan məsələ varmı? Yoxsa keçək. Cədvələ əsasən uyğun sıraları müəyyən edin. 23,5 şimal enliyi. Gecə və gündüzün adi növbələşməsi pozulmur. Düzdür. Və deyir 21 mart tarixində günorta vaxtı günəş 66,5 dərəcə bucaq altına düşür. 21 mart tarixində günəş ekvator üzərində zenitdə olur və əlbəttə ki, şimal tropiki üzərində 23,5 dərəcə fərq olduğuna görə 90-dan çıxarıq 23,5, 66,5 dərəcə bucaq altında görünəcək. Bu da düzdür. Amma yanlışın altında verilib. 40 şimal enliyi 22 gündə günəş şüalarının günorta vaxtı maksimum düşmə bucağı müşahidə olunur, düzdür. Ekvator və şimal qütbündən bərabər məsafədə yerləşir ifadəsi səhvdir. Ekvator və şimal qütbündən bərabər məsafədə yerləşən paralel 45 şimal enliyidir. Doğrunun altına doğru, yanlışın altına yanlış verilib. 66,5 şimal enliyi Sakit okeanı kəsir ifadəsi səhvdir. Kəsmir. Qütb işıqlanma qurşağının cənub sərhəddini təşkil edir. İfadəsi isə doğrudur. 66,5 cənub enliyi qütb gündüzləri cəmi bir gün müşahidə edilir. Doğrudur. Uzun yay fəsli müşahidə edilir. İfadəsi yanlışdır. Olmaz. 120 şərq uzunluğunda yalnız bir materik və bir okeanı kəsir. 120 şərq uzunluğu yalnız bir materik və bir okeanı kəsir. İfadəsi səhvdir. Biz qeyd etmişik ki, bir saat qurşağı yalnız bir okeanı kəsə bilməz. Olmaz. 6-cı saat qurşağının orta meridianı, yəni 90 şərq uzunluğu orta meridianıdır deyir. 6-cı saat qurşağının orta meridianıdır. 120 şərq uzunluğu yox. Ona görə yanlış. 90 şərq uzunluğu olmalı. 180 dərəcə uzunluq. 12-ci saat qurşağının orta meridianıdır. Doğrudur. Yalnız bir
materik kəsr ifadəsi əlbəttə ki, səhvdir. Həm Avrasiyanı kəsir, həm də Antarktidanı. 2, 4, 6 doğru variant olacaq. Buna bağlı fikriniz varmı? Cədvələ əsasən uyğunluğu müəyyən edin deyir. Bütün saat qurşaqları 13 iqlim qurşağında yerləşir ifadəsi yanlış ifadədir. Çünki ekvatorial və tropik tam zolaq əmələ gətirmir deyə bəzi saat qurşaqlar daha az iqlim qurşağından keçir. Ekvatordan uzaqlaşdıqca gecə və gündüzün uzunluğu arasındakı fərq azalır, əksinə artır. Bütün ölkələr dekret vaxtından istifadə etmir. Bu doğru ifadədir. Yəni bəziləri edir, bəziləri etmir. Doğrudur, amma yanlış verib. Çin və Hindistan, Pakistan dövlətləri bir neçə saat qurşağında yerləşsə də yalnız bir saat qurşağından istifadə edirlər. Doğrudur. Respublikamızın coğrafi olaraq yerləşdiyi saat qurşağından istifadə edir. Bu yanlışdır. Coğrafi olaraq üstdə yerləşirik, amma 4-dən istifadə edirik. 0-cı və 8-ci saat qurşaqları bütün iqlim qurşaqlarından keçir. Bütün iqlim qurşaqlarına 8-ci saat qurşağı orta meridianı tapmaq lazımdır. 0-cı saat qurşağı bütün iqlimdən keçə bilərmi? Bu ekvator xətti kəsir. Olar. Deməli, 8-ci saat qurşağının orta meridianı 8-15-ə vuranda 120. Bax, bu yerləşmir artıq. Bu yanlışdır. Yanlışa yanlış verib deyə uyğundur. 1, 4, 6 doğru variant. Müəllim, bütün ölkələr dekret vaxtından istifadə edir. Bəziləri edir, bəziləri etmir də. Deyir ki, bütün ölkələr Amma orada dekret bütün vaxtından sözünə istifadə görə etmirdi. Deyir, bütün ölkələr istifadə etmir. Yəni, etmir deyir, bəziləri elə bilən edir, edir deyir. bəziləri Etmir deyir. etmir. Yəni, hamısına aid deyil. Müəllimlərimiz deyir ki, burada cavab 1, 4-dür. Gəlin görək, həqiqətən 1, 4-dür. 1, 4, 6 götürülür. Deyir ki, saat qurşaqları qərbdən şərqə doğru artır. Bu ifadə doğrudur. Niyə doğrudur? Bax, məsələn, 0-dan 12-ci saat qurşağına doğru artır. Bəs deyə bilərsiniz, mənim qərb yarımkürəsində necədir? Qərb yarımkürəsində 13-dən 24-ə doğru gəlir. 0 və yaxud da 24. Deməli, burada da artır şərqə doğru. Burada da şərqə doğru artır. Hər iki yarımkürədə şərqə doğru artır ifadəsi doğrudur. 21 mart tarixində Günəş Azərbaycanın bütün ərazisində eyni vaxtda çıxır. Əlbəttə ki, bu yanlış ifadədir. Şərqdə tez çıxır, məsələn, Bakıda tez çıxır, tez də batır. Naxçıvanda gec çıxır, gec də batır. Yəni, fərqli vaxtlardır. 20 sentyabr tarixində Respublikamızın bütün məntəqəsində Günəş günorta vaxtı 50 dərəcə bucağında düşür. Bu ifadə yanlışdır. Çünki Respublikamız 38-42-ci paralellər arasında yerləşir təxminən. Və əlbəttə ki, bu paralellərə Günəş şüalarının düşmə bucağı fərqlidir. Yerlə Günəş arasındakı 150 milyon kilometr məsafə işıq ili adlanır. Əlbəttə ki, bu yanlış ifadədir. İşıq ili yox, astronomik vahid adlanır. Yaxşı. İşıq ili işığın bir saniyədə getdiyi 300 min kilometr yoldur, səhv etmirəmsə. Elə hesablanır. Amma bu 22 iyun tarixində Günəş şimal-şərq istiqamətində çıxır ifadəsini danışmışıq ki, doğru ifadədir. 5 iyun tarixində şimal qütb işıqlama qurşağında qütb gecələri müşahidə edildiyi ərazilər mövcuddur. Əlbəttə ki, 21 mart tarixindən sonra şimal yarımkürəsində qütb gecələri müşahidə edilə bilməz. Yanlışdır. Uyğunluq 1, 4, 6-da olacaq. Yəni, Y variantı sualımızın uyğun variantıdır.